Səni həyatının ən sərt şilləsini vurmağa gəlmişəm. Özüm bu şilləni yeyəndə bir sikəni bayılmışdım, amma həyatımdakı sıra işdə məhz bundan sonra yaşadım. Bu nədir? Bu odur ki, hər kəs səni sevməyəcək. Bunu nə qədər tez qəbul etsən, o qədər sənin üçün faydalıdır. Hər kəs səni sevməyəcək və hər kəs sənə qarşı qayğılı, sevgi dolu olmayacaq və hər kəs səni anlamayacaq. Hər kəs öz zehninin payı qədər sənin haqqında düşüncə sahibi olacaq. Sən nə deyirsinsə de, o insan öz beynində analiz edəcək və özünə görə bir nəticə çıxardacaq. Yəni sən hər kəsə yarana bilməyəcəksən. Ona görə qəlibləşmək yerinə özün olmağı seç, özün olduğuna və bunu bildən Allah belə insanlığa, insanlara, bəşəriyyətə bu qədər çox mal, mülk, zənginlik, xoşbəxtlik, huzur, sağlıq verdiyi halda yenə də Allahı sevməyən nə qədər insan var. Allah bir qədər sevilməyibsə, sən də sevilməyəcəksən. Bunu nə qədər qəbul etsən, həyatının iplərini o qədər tez əlinə alacaqsan və insanlara özünü təsdiqə, özünü sevdirməyə ehtiyacın qalmayacaq. O zaman böyüyəcəksən və böyüyən insanın həyatında arzuları reallaşır.